dostlar. Yeşaya 41-ci fəsil. Allahın İsrailə verdiyi təminat. Rəbb deyir, susun qarşımda, ey uzaq diyarlar. Qoy ümmətlər yeni güc alsın. Qoy yaxınlaşıb danışsınlar. Məhkəmə üçün birgə toplaşaq. Ədalətli adamı şərqdən kim ayağa qaldırdı? Kim ona xidmət eləməyi əmr elədi? Millətləri onun ixtiyarına kim verdi? Padşahları kim məğlub elədi? O öz qılıncı ilə onları torpağın tozuna çevirir. Yayı ilə göyə sovrulan samana döndərir. O, onları təqib edir. Ayaqlarını basmadığı yoldan sağ-salamat keçir. Bunları kim elədi, tamamladı? Əzəldən bəri nəsilləri çağıran kimdir? Mən Rəbbəm, birinciyəm və sonuncularla da mən oyam. Uzaq diyarlar bunu görüb qorxdu. Dünyanın ucqar yerləri lərzəyə gəldi. Onlar yaxınlaşıb gəldilər. Hər kəs qonşusuna kömək eləyir. Qardaşına cəsur ol deyir. Usta zərgəri ürəkləndirir. Hamarlayan zindana çəkiclə vuranı ruhlandırır. Lehim yaxşı oldu deyir. Büt yerindən laxlamasın deyə bütün mıxları bərkidirlər. Lakin sən ey qulum İsrail, seçdiyim Yaqub nəsli, dostum İbrahimin övladları, səni dünyanın ucqar yerlərindən topladım, ən uzaq yerlərdən səslədim. Sən qulumsan, səni seçdim, rədd eləmədim, dedim. Qorxma, çünki mən sənnənəm. Dəhşətə gəlmə, çünki Allahın mənəm. Səni qüvvətləndirəcəyəm, sənə kömək eləyəcəyəm. Sadiq sağ əlimlə sənə dayaq olacağam. Sənə qarşı hislənənlər hamısı xəcalət çəkib biyabır olacaq. Sənə qarşı çıxanlar heçə çıxıb tələf olacaq. Səndən düşmənçilik eləyənləri axtaracaqsan, amma tapa bilməyəcəksən. Səndən vuruşanlar heç olacaq. Çünki sənin sağ əlindən tutub, qorxma, sənə kömək eləyəcəyəm deyən Allahın Rəbb mənəm. Ey torpaq qurdu olan Yaqub nəsli, ey İsrail əhli, qorxma, sənə kömək eləyəcəyəm, Rəbb bəyan eləyir. Səni satın alan İsrailin müqəddəsidir. Budur, səni təzə, dişləri iti vəl eləyəcəyəm. Sən dağları döyüb əzəcəksən, təpələri saman çöpü kimi sovuracaqsan, sən onları sovurduqda külək aparacaq, qasırğa onları dağıdacaq, sənsə Rəbdə sevinəcəksən, İsrailin müqəddəsi ilə öyünəcəksən. Məzlumlar və fəqirlər su axtarıb tapmayanda dilləri susuzluqdan quruyur. Mən Rəbb onlara cavab verəcəyəm. Mən İsrailin Allahı onları tərk eləməyəcəyəm. Çılpaq təpələrdən çaylar, vadilərdə su mənbələri açacağam. Səhranı gölməçəyə, quraq torpağı bulaqlara çevirəcəyəm. Səhrada sidir, əbrişim, mərsin və zeytun əkəcəyəm. Quru torpaqda şam, çınar və sərv ağacını bir sırada salacağım. Beləcə, insanlar görüb bilsin, birgə fikirləşib başa düşsün. Bunu eləyən Rəbbin əlidir. Bunu yaradan İsrailin müqəddəsidir. Rəbb bütlərə səcdə eləməyin əleyhinədir. Rəbb deyir, işinizi təqdim eləyin, sübutlarınızı göstərin. Bunu Yaqubun padşahı söylüyor. Bütlərinizi gətirin və qoy olar, sonra nə olacağını bizə bildirsin. Olub keçənləri bizə nəql eləsin. Biz dərindən düşünüb sonunu öyrənək. Yaxud onlar gələcəyi bizə agah eləsin. Ey bütlər, bundan sonra baş verən hadisələrdən bizə danışın. Qoy sizin Allah olduğunuzu bilək. Yaxşılıq ya pislik eləyin ki, hamımız qorxub vahiməyə düşək. Amma siz heç nəsiz, əməlləriniz də heçdir. Sizə səcdə eləməyi seçən iyrəncdir. Şimaldan bir nəfəri hərəkətə gətirdim, o gəlir. O gün doğandan adımı çağıracaq. Duluçu gili tapdalayan kimi o hökümdarları palçıq kimi tapdalayacaq. Kim bunu başlanğıcdan bəyan elədi ki, biz bilək? Əvvəlcədən kim bilirdi ki, biz o haqlıdır deyə bilək? Amma bunu bəyan eləyən yox idi, bildirən yox idi. Sözlərinizi eşidən də yox idi. İlk olaraq Siyona budur olar deyirəm. Yerusəlimə müjdəçini göndərəcəyəm. Baxdım, aralarında öyüd nəsiyyət verə bilən heç kim yox idi ki, onlardan soruşum, bir cavab alım. Budur, hamı puşdur.
Elədikləri işlər də heç bir şeydir. İnsanların tökmə bütləri yalnız küləkdir, fanidir.